ixtisasını bitirmişəm. Uşaqlarla psixoloji iş aparıram və paralel olaraq da az yaşlı uşaqlara hal-hazırda Montessori tədris edirəm. Vaxt itirmədən məncə də bir saniyə mən ekran kaydı. Slayd ekrana verim. Siz mənə yazarsınız, zəhmət olmaz, ya deyirsiniz ekranda görünür mü yoxsa yox deyə. Bir saniyə. Aha, görünür ekranda slayd. Bəli, görünür. Tamamdır. Deməli, düşünürəm vaxt itirmədən mövzuya keçsə yaxşıdır. Əksər valideynlərin də nə bilim, məsəl üçün valideynlər olmasın, valideyn namizəd olacaq insanların da diqqətini cəlb edən və yaxud da ki, valideyn olan şəxslərin də bəzən qarışdırdığı və əsasən diqqət cəlb edən aktual mövzulardan birini seçməyə çalışmışam. Ümid edirəm hər biriniz üçün maraqlılar öncədən. Deməli, mövzumuz burada da qeyd etdiyim kimi uşaqlara diqqət problemi və DHB. Nədir uşaqlara diqqət problemi və DHB? Əksər valideynlər dediyim kimi bu mövzunu qarışdırırlar. Yəni, məsələn, hər hərəkətli uşağın DHB olduğunu düşünürlər. Uşağım dəcəldirsə və yaxud da ki, sözə baxmırsam, türəş şəkildə bu hərəkətli hiperaktivdə DHB olduğunu düşünürlər. Halbuki hər hansısa bir mütəxəssis yanına aparıb buna bağlı diaqnoz da qoymayıblar. Ümumiyyətlə, bir saniyə açılsın. Ümumiyyətlə diqqət nədir? Diqqət uşaqlarda informasiya fokuslama bacarığıdır. Hər uşaqlarda inkişaf edilir təbii ki, amma hansı səviyyədə inkişaf edilir, yaşına uyğun səviyyədəmi yoxsa deyilmi? Təbii ki, bunu artıq uşaqlarla söhbət elədikdən sonra, psixoloji iş apardıqdan sonra ilkin olaraq dəyərləndirmədən sonra edirsiniz. Və diqqətin ümumi olaraq 3 növ var. Davamlı diqqət var uşaqlarda, seçici və bölünmüş diqqət var. Davamlı diqqət nədir? Öncə də bunu qeyd edim, digər slaydlarda da göstərəcəm şəkil və material formasına ki, hər yaş aralığına görə uşaqlarda diqqətin inkişafı fərqli formada inkişaf edir. Məsələn, davamlı diqqət nədir? Bir uşağın, məsələn, 2, 3, 4, 5, 5, 6, 7, 8 yaşında olan bir uşağın hər hansısa bir fəaliyyətə, oyuna və yaxud da ki, dərs prosesində sona qədər ora vaxt sərf edib, diqqəti yayınmadan, məsələn, 10 dəqiqə dərs başındadırsa, oyun və yaxud da hansısa fəaliyyət başındadırsa, onu 1 dəqiqə belə yaxud da 1 saniyə belə bölmədən ona tamamən axıra qədər fokuslanıb, sona qədər çatdırması prosesidir davamlı diqqət. Seçici diqqət isə bir uşağın hər hansısa bir, belə nümunə deyək, hər hansısa bir fokuslama prosesində, deyək dərs mühitindədir, kənarda nə qədər səs olmuş olsa belə, həmən sırada diqqətini, fokusunu pozmayacaq. Nümunə üçün deyim hətta, dərs prosesində bir uşaq təsəvvür edən, müəllim danışır, qulaq asır müəllimə, ətrafdan başqa uşaqların səsi gəlir, artıq partda sinif yoldaşları danışır və onlar danışmış olsa belə və yaxud da ki, deyək, koridordan səslər gəlmiş olsa belə, uşaqların fokusu, həmən uşağın fokus nöqtəsi bir lövhə qarşısında danışan müəllimə tərəfdə, müəllimlə danışırsa ona qulaq asır. Burada nə üçün? Çünki beyinə, şüur altına lazım olan hansı məlumat, hansı vacibdirsə, həmən insan fokus nöqtəsi də odur, həmçində qeyd etdiyim nümunədə. Daha sonrasında bölünmüş diqqət var. Yəni təsəvvür edən adi uşaqlar demirəm, hətta bizim özümüzdə belə əksər insanlar təbii ki, bunu edə bilmir. Müxtəlif səbəblər var təbii ki, bunun da. Bölünmüş diqqət var həmən insanlar. Nədir bölünmüş diqqət? Məsələn, biz həm bəzi insanlar, bilmirəm, bəlkə də aranızda özünüzdə də var. Məsələn, mən eləyəm. Nümunə üçün buradan yazı yazıb, kənardan başqa belə söhbət edən insanlar olur. Və yaxud da ki, deyək 7 yaşına, 8 yaşına bir uşaqdırsa, evdə dərsini yazır, oxuyur, amma qıraqdan televizor səsi gəlir. Amma televizorun səsi də lazım olduğundan çox daha yüksəkdir. Amma bu onun diqqətini heç bir halda pozmur. Yəni, həm televizorda olan və yaxud da hər hansı bir film ola bilər, animasiya filmi və s. və axır fərq etmirlər də. Həm ona baxıb, həm bunu yaza bilir. Musiqiyə qulaq asarsa yaza bilir, kitab oxuya bilir və yaxud da ki, fərqli formada. Bu isə diqqətin bölünməsidir. Amma yine deyə bilərsiniz ki, bəs bu zaman diqqəti bölünmürmü? İstisna insanlar var. Həm bu iki qeyd elədiyim işi bir arada görən insanlar da var, görə bilməyən insanlar da var. Təbii ki, bu insanlar və diqqət məsələsinə, diqqət səviyyəsinə görə də dəyişmiş olur. Və ən qeyd elədiyim nüanslardan biri və düşünürəm burada qeyd elədiyim nüansı ən əsasda valideynlərin bilməli olduğu nümunələrdir. Niyə görə? Məsəl üçün 3 il yarımlıq iş təcrübəmdə valideynlərin əksər bir qisminin, belə deyim, təcrübəmə əsasən deyirəm, yəni bəzən övladlarına gözləməkləri lazım olduğundan çoxdur. Məsələn, valideyn tanıyıram ki, ilkin olaraq sınaq dərsinə gəlir və mənə bir övlad haqqında daha doğrusu məlumat almağa çalışırsam, məsələn, 50 deyək, məsələn, 50 nələri bacarır siz düşünsün, çünki mən orada artıq blank doldurmam lazımdır, normal olaraq uşaqla bağlı valideyni mənə bildirdiyi fikirlər əsasən, məsələn, və mənə narazı olduğu nüans olaraq bildirir ki, Ləman xanım, düşünürəm ki, 50-nin 2 yaşı var, amma oyuna, məsəl üçün, 3-5 saniyə, nə bilim, 5-10 dəqiqə vaxt sərf verir, amma mən ondan istəyirəm ki, 1 saat otursun. 2-3 yaşlı yaxud, nə bilim, 1 yaşlı uşağı hətta deyənlər olur. Mən istəyirəm ki, 1 yaşlı uşağın oyunun başında, hər hansı bir fəaliyyətin başında 1 saat otursun. Yəni, nəzərə alın 1 yaşlı uşaq və valideynin gözləntisi 1 saat lazım olduğundan çox dağıdır.
Çünki nə üçün? Bəzən əksər valideynlər bu nüansı bilmədikləri üçün gözləntiləri həddən artıq olmuş olur. Və lazım olan nüans nədir? 2 yaşlı uşağın diqqət sürəsi müddəti 3-5 dəqiqə olması lazımdır. 3 yaşında uşağın diqqət müddəti 5-10 dəqiqə, 4 yaşda 10-15 dəqiqə və 6 yaşında nəhayət olaraq 15-20 dəqiqə olur. Və mütləq şəkildə buradan valideynlərə bilmirəm, aramızda artıq valideynlər varsa, onlara da sözüm əsas olaraq, yəni gözləntilərimiz olduğunda mütləq şəkildə nəzərə almamız lazımdır ki, qarşımızdakı uşaqdır və gözləntilərimizin olması, hardasa normaldır və niyyətimizin də müsbət olduğunu bilirəm. Övladımızın daha yaxşı inkişaf etməsi, daha yaxşı səviyyəyə çatdırılması üçündür. Nəzərə almamız lazımdır ki, gözləntilərimiz artıq olduğunda qarşımızdakı bir uşaqdır. Uşaqdan da əlavə hər uşağın psixologiyası, psixikası tamamilə fərqli formada inkişaf edir. Hansısa ki, məsəl üçün, uşaq pedaqoqları və yaxud da ki, psixoloqları bir proqram hazırlayır. Məsələn, diqqətin inkişafı ilə bağlı ola bilər, nitqin inkişafı ilə bağlı ola bilər və yaxud da ki, hər hansısa bir bacarıq və keyfiyyətin inkişafı ilə bağlı olaraq bir proqram hazırlayır. Biz bu proqramı hər uşağa, 10 uşağın hamısına eyni anda tətbiq edib, eyni nəticəni almamız biraz da məncə düşünərsiniz ki, absurddur. Həmçində eyni proses, yəni bütün uşaqlar üçün keçərlidir. Qısacası proqram hazırlandığında və yaxud da ki, hər hansısa bir fəaliyyət həyata keçirdiyində ananın uşaqla ya da psixoloq, pedaqoqun uşaqla qəfəd olsun, fərq etmir artıq. Uşaqlar da kim məşğul olacaqsa, mütləq şəkildə uşağın psixikası, ondan sonra fiziki olaraq durumu, inkişaf səviyyəsi mütləq formada nəzərə alınması vacibdir. Daha sonra valideynlərin qarışdırdığı nüanslardan biri, yenə də diqqət probleminin səbəbləri nələrdir? Müxtəlif səbəblər deyilir, amma konkret səbəblər burada qeyd elədiklərinə bağlıdır. Birinci olaraq bioloji və fiziki səbəblər göstərilir. Nədir bioloji və fiziki səbəblər? Öncəliklə göstərici yuxu çatışmazlığıdır. Nədir o problemin əsas kökü? Yuxusunu rahat formada ala bilməyən, rahat formada dincələ bilməyən uşaqların diqqətləri avtomatik olaraq dağılmış səviyyədə olur. Daha sonrasında var burada qidalanma problemləri. Məsələn, davamlı şəkildə sağlam qidalar, yəni ev qidaları deyil də, yaxud da meyvə tərəvəzi istifadə edilməyən uşaqlar deyil də, davamlı formada fast food, yəni zərərli qidalar, davamlı şəkildə lazım olduğundan çox, yəni şirniyyatlardır, ondan sonra qazlı içəcəklərdən istifadə edilməsi, yəni diqqət problemi və həmçində paralel olaraq da aqressiya kimi problemlərin yaranmasına gətirib çıxarda bilir. Daha sonra hərəkətsizlik. Məsələn, bir uşaq təsəvvür eləyək, 5-6 yaşında deyək, məsələn, oğlanlarda bilirsiniz, hərəkətlilik daha çox olur deyə bu nüans üzərindən gedirəm. Oğlan uşağı təsəvvür edin, 5-6 yaşında, ana həddən artıq disiplin qoyan biridir, daha sonra disiplinli biridir, bina evində yaşayır və gün ərzində həyətə çox-çox az çıxır və yaxud da bəzən deyək ki, çıxmır ümumiyyətlə və evdə dərhal ana tərəfindən həmən uşağa 5-6 yaşlı hərəkətli, enerjisini artıq hara tökməyi bilməyən uşağa bəsdir, oturur, evi az batır, səsin başıma düşdü, artıq çox hərəkətlisən, sənin bu hərəkətli olman məni bezdirir, sakit dayan, başım ağrıyır deməsi, nə olur uşaq artıq ayaqları tərpənib bu cür belə eləyir, mən neyim, necə eləyim, gəzməyə yeri yox, hoplanıb düşməyə yeri yox, qısacası o daxilində olan, içində olan enerjini necə və hara və nə cür sərf eləyəcəyini bilmədiyi üçün artıq birbaşa olaraq valideyn olaraq nə etmiş olduq, övladımızın enerjisini həmən o duyğusunu içinə bastırmış olduq. Daha sonrasında sağlamlıqla bağlı problemlər yenə eyni şəkildə, məsələn, göz sağlamlığı, ümumiyyətlə fiziki sağlamlıqlar, hər hansı bir sağlıqla bağlı durumlarda yenə eyni formada diqqət problemi yaradan nümunələrdən biridir. Daha sonrasında psixoloji səbəblər. Burada ümumiyyətlə ailə daxili şiddət, gərginlik, fiziki şiddət deyək, məsəl üçün cinsiyyət şiddət, bunların hər biri qısacası uşaqlarda psixoloji səbəb olaraq dəyərləndirilir və birbaşa olaraq uşaqlarda diqqət problemi yaratmış olur. Baxın, buna da bağlı bir nümunə canlandırım gözünüzün qabağında. Bir ailə təsəvvür eləyək, ailə daxili şiddət var, daim söz söhbət və həmən ortamda bir gərginlik var. Həmən gərginliyin içərisində yaşayan uşaq nə edir? Normalda ailə nədir? Bizim özümüzü huzurlu və rahat hiss edədiyimiz, komfortlu hiss edədiyimiz bir zonadır və amma həmən uşağın vəziyyəti necədir? Özünü gərgin, qeyri-rahat hiss eləyir, o sırada oyun oynayır, amma oyunu necə oynayır? Tətik içərisində. Sanki bu dəqiqə bir şey olacaq. Atam anama dalaşacaq, anam atama neysə deyəcək, atam anamı incidəcək və yaxud da ki, ondan sonra gəlib birdən məni də incidəcək düşüncəsində yaşayır. Bu kubiki bura qoymağa çalışır, onu rəngləməyə, bunu yazmağa çalışır. Amma davamlı formada ürəyi dönür, ora baxır, bura baxır, sanki bu dəqiqə neysə olacaqmış kimi düşünür, belə hiss edir. Yəni, qısacası gərgin ortamda, huzursuz ortamda, güvənsiz ortamda böyüyən uşaqlarında da yəni diqqət səviyyəsinin aşağı düşməsi əsas nüanslardan biridir və bu da psixoloji səbəb olaraq
göstərilə bilir. Daha sonra özünə inamsızlıq, özünə dəyər vermə səviyyəsinin aşağı düşməsi və paralel olaraq da yenə emosional ehtiyacların ödəməməsi və yaxud da ki, yarımçıq ödənməsi də yenə diqqət problemi yaradan nüanslardan biridir. Ondan sonra təlim və yanaşma səbəbləri də var burada. Bir saniyə bunu səsə qoyum mən. Çox üzr istəyirəm sizdən, bir saniyə. Üzrlü sayın. Daha sonrasında təlim və yanaşma ilə bağlı hansı səbəblər var? Nümunə üçün deyək, məsələn, bəzən valideynlər edir bu yanlışlar əsas evdə, ailə daxilində. Uşağın 6 yaşı var. Normal olaraq belə nüans deyim, valideyn olmaq düşünürəm ki, hər şey %100 formada əla səviyyədə biləcək demək deyil. Normal olaraq hər kəsin öyrənməyə ehtiyacı, araşdırmağa, inkişaf etməyə ehtiyacı var. Həmçinin valideynlərin övladlarla bağlı. Və bəzən olur ki, valideynlər, məsələn, öz təcrübəmdən belə bunu bölüşüm sizə. 6 yaşlı bir uşağa biz davamlı şəkildə, məsələn, 3-4 yaşlı bir uşağın oyununu, fəaliyyətini etdirə bilmərik. Niyə? Çünki artıq edə bilir. Bu ona çox-çox sadə gəlir. Davamlı sadə, yəni də bugün sadə oyunlar, sadə fəaliyyətlər və sadə axır tapşırıqlar və fəaliyyətlər. Bunu onsuz da mən eləyə bilirəm də. Artıq nə olur ona? Onu bir dəfə də olsun edə bilmədiyi üçün, daha doğrusu hər dəfə edə bildiyi üçün artıq bütün oyunlar, fəaliyyətlər yəni anasının elədiyi ona sıradan və monoton və maraqsız gəlməyə başlayır. Və yaxud da ki, eyni şəkildə mən heç bir halda mütəxəssis olaraq məsələn 3-4 yaşlı bir uşağa 6, 7, 8 yaşlı bir uşağın fəaliyyətini və yaxud da tapşırığını etdirə bilmərəm. Niyə görə? Çünki edə bilməyəcək onsuz da, onun üçün çətin gələcək. Davamlı şəkildə çətin və qeyri-müəyyən bir tapşırıqlar və oyun və fəaliyyətlər və nə olur burada? Avtomatik yenə də edə bilmirəm onsuz da, mən bacarmıram, deməli mən bacarıqsızam, mən eləyə bilmirəm. Burada nə oldu avtomatik olaraq? Öz dəyər, öz güvənin aşağı düşməsi yarandı artıq burada. Qısacası tətbiq elədiyimiz bütün tapşırıqlar və fəaliyyətlər fərq etmir. Hər hansı bir psixoloji seansa gedibsə uşaq və yaxud da ki, ailə daxilindədirsə mütləq formada onun diqqətini, xarakteristikasını, yaş xüsusiyyətlərini mütləq formada nəzərə almamız lazımdır. Ətraf mühit faktorları burada əsas göstərici olaraq ekranda göstərilir. Hətta mən eyni olaraq təcrübəmdə uşaqla bağlı ilkin olaraq məlumat alıramsa, məsələn, valideyn deyir ki, mən Ələman xanım düşünürəm ki, məsələn, Əlidə nitqi tam inkişaf eləməyib, yaşına uyğun deyil deyə narahat oluram və yaxud da ki, deyək, həddən artıq hərəkətlidir, həddən artıq diqqəti yayınır. Bir oyuna yaşına uyğun olaraq 3-5 saniyə belə dəqiqən qoyuram qırağa, saniyə belə vaxt sərf eləyə bilmir. Və valideyn olaraq mən buna narahat oluram. Bildirirsə, mütləq olaraq verdiyim ilk sual bu olur ki, məsələn, əlinin ekran sürəsi ümumiyyətlə ekrandan istifadə edirsinizmi deyə sual olur. Çünki, belə deyim, ümumiyyətlə hal-hazırda əksər uşaqlar, daha doğrusu əksər də qoyuram qırağa, çox uşaqların əlində telefon əl çatandır. Ya nə bilim, özlərinin olmasa belə valideynlərin telefonlarını istifadə edir, fərqli, belə deyim, nüanslara baxırlar. Bu film ola bilər, cizgi film ola bilər və yaxud da ki, fərqli oyunlardan istifadə edirlər. Təbii ki, bu da onların psixikasına, inkişafına, qısacası hər mənada təsir eləyə bilər. Baxır artıq, nəyə baxırsa artıq. Və 4 yaşa qədər ümumiyyətlə ekranın verilməsinə mən özüm qarşıyam. Çünki niyə görə? 4 yaşa qədər uşaqlarının beyin yapısının, beyin ümumiyyətlə inkişaf elədiyi, nitqinin, təfəkkür, təsvir bacarığı, təxəllün inkişaf elədiyi bir dövrdür. Hətta sizə belə bir nüans deyim. Ümumiyyətlə yəqin bilirsiniz də. Məsələn, uşaqlıqdan bəri telefonla böyüyən uşağın beyin quruluşu və ya da ki, təxəyyül formalaşması ilə davamlı şəkildə kitablarla, şəkillərlə böyüyən uşağın beyin yapısı və inkişafı arasında 7 qədər fərq var. Niyə görə? Məsələn, təsəvvür edeyim, mən uşağıma 1 yaşından bəri şəkillər, kitablar, nə bilim, məsələn, oyuncaqlar deyil, bunların heç birini vermirəm, amma davamlı şəkildə o məni artıq yorur, mənim ev işimə mane olursa, mən də artıq onunla necə eləyim bilmirəmsə, veririm ekranı, neysə də yaxşı, bu dəfə də olsun, bax, heç nə olmaz, sabah da az baxarsan, deyil, bu düşüncə ilə verirəm. Amma övladım və nəyə baxdığına da fikir vermirəm, davamlı sonra qaldırar yuxarı videolar, yaşına uyğun olan olmayanlar, short videolar çıxır, hal-hazırki yaş dövrünə uyğun olmayan videolarla rastlaşır və yaxud da ki, filmlərlə deyək və yaxud da bir təsəvvür edeyim, davamlı formada ekran deyil də, oyunlarla, gəzinti ilə, kitablarla, onun təxəyyül, təsvir bacarığının inkişafı üçün hər hansı bir fəaliyyətlə məşğul olan bir uşaq düşünür. Ekran niyə olmaz? Niyə üçün? Çünki dedik 4 yaşa qədər bir uşağın beyninin inkişaf elədiyi ən əsas vacib dövrlərdən biri dedik. Ekran verdiyimizdə burada artıq bütün obrazların hamısı hazır formada verildiyi üçün övladımız burada nə edir? Təxəyyül, təsvirin istifadə edilməsinə ehtiyac yoxdur. Niyə görə? Çünki
bütün obrazların hamısı, paltanın rəngi, səsi, səs tonu, yəni ondan sonra hərəkətlərin hər biri, rəngli formada obyektlər, nüanslar, ondan sonra var burada başqa nələr deyim sizə, məsələn, həddən artıq sürətli keçidlər olduğu üçün artıq burada uşağımızın beyninin özünü, yəni istifadə etməsinə ehtiyac qalmır. Çünki niyə artıq bütün obrazların hamısı səs tonu, bədən quruluşu, formalar, bütün obyektlərə qədər hazır formada verilir onsuz da və bu da nə olur? Beyni passivləşdirir. Beyni passivləşən uşağın avtomatik olaraq ilk təsir nüansı dil, yəni nitqə təsir etmiş olur. Amma digər əks olduğunda nə olur? Məsələn, kitab oxuyan bir uşaq təsəvvür eləyək, oxuyur. Məsəl üçün, payız fəslində yarpaqlar solur, sarı rəngə boyanır və bütün yarpaqlar ağaclardan düşür. Ondan sonra ağaclar solur, güllər, çiçəklər solur, hər tərəf qızıl rəngə boyanır və s. və axır. Bunu oxuduqca uşaq artıq avtomatik olaraq beyni təsəvvür edir onsuz da. Burada nə olur? Payızın rəngi, ondan sonra ağacların rəngi, insanların payız fəslinə geyindiyi rəng, onların hərəkətləri, səs tonları, adları və s. və axır. Bunların hər birini beyində təxəyyül vasitəsilə inkişaf elətdirir özündə, özü qurur bunu. Necə səs tonu olacaq? Məsəl üçün, qalın səs tonu ilə Gilbert danışmaya başladı. Bunu artıq özü təsəvvür edin. Yaşıl geyimli adam birdən qapıdan içəri keçdi. Bunların hər birinin obrazı formada artıq özü təsvir etmiş olur. Təxəyyülü təsvir bacarığı inkişaf etmiş uşağında nitqi də bir yerdən sonra müəyyən qədər inkişaf etmiş olur. Təbii ki, müəyyən qədər ailənin və yaxud da ki, deyək mütəxəssislərin köməyi vasitəsilə. Daha sonra davranış və inkişaf faktorları, yəni eyni formada uşaqda diqqət probleminin yaranmasına səbəb olan əsas nüanslardan biri olaraq dəyərləndirilməyə başlayır. Daha sonra əsas nüanslardan biri valideynlərin özünün də DHB ilə diqqət problemi, daha doğrusu qarışdırdığı nüanslardan biridir. Çünki ən başda dedim sizə, əksər valideynlər çox təəssüf ki, diqqət problemi varsa uşağın və yaxud da ki, sadəcə hərəkətlidirsə və yaxud da ki, lazım olduğundan da çox hərəkətlidirsə, onu DHB olaraq adlandırırlar. Biz ümumiyyətlə DHB nevropsixoloji inkişaf pozuntusudur uşaqlarda. Əsas komponentləri isə diqqət problemindən fərqli olaraq diqqət çatışmazlığıdır. Daha sonra hiperaktivlik var və impulsivlik var. Yəni fərqli davranış şəkillərinin nümayiş olunması ətrafdakı insanlara. Diqqət problemində fokuslamalı olduğumuz əsas nüans, yəni əsas var olan nüans nədir burada? Sadəcə diqqət problemi var, fokuslama problemi var bu uşağın. Və yaxud da ki, diqqət səviyyəsi yaş dövrünə uyğun deyil. 6 yaşında, 7 yaşında, 8 yaşında olan bir uşağın hər hansı bir oyun, fəaliyyət və yaxud da ki, tapşırıq edirsə o sırada 5-10 dəqiqə fokuslanması, belə deyəm, vaxt sərf edilməsi əlbəttə ki, normal bir durumdur. Deməli, burada artıq valideyn narahat olmalı və yardım olması lazımdır mütləq formada. Amma DHB-də əsas nüans nədir? Üçlü qeyd edim komponentlər. Burada həm diqqət çatışmazlığı var, həm hiperaktivlik var, həddən artıq hərəkətlilik, həm də fərqli davranış şəkillərinin nümayiş, yəni impulsivlik əsas göstərici olaraq dəyərləndirilir burada. Daha sonra DHB-nin əlamətləri nələrdir? Verilən tapşırığı həmin uşaqları heç bir halda sona qədər yetirmir. Ya sona qədər eləyə bilmir, eləmir, ya da ki, ümumiyyətlə başlamır. Çünki niyə? O sırada diqqət başqa yerdədir. Daha sonra tez-tez diqqəti yanır. Məsələn, təsəvvür edin uşağa, DHB olan bir uşağımız var. Mən də ona uzun cümlələr qururam. Sən belə elədin, sən davranışın doğru deyil. Artıq utanıram, artıq bezmişəm, bir gün qonşular mənə şikayət edir, bir gün nə bilir, məktəbdə müəllimlərim, filan valideyn və s. axı artıq bezmişəm, uzun bir kitablıq cümlədən yəni oxuyuram uşağıma, DHB-li övladıma, yəni o da artıq mənə göz kontaktı qurur, amma əli burada yoxdur təbii ki, əli düşünür ki, mama danışıb qutarsaydı, çıxardım çölə, heç olmasa top oynayırdım uşaqlarla, yoruldum danışmağından, qulaq asmır qısacası. Danışığınızı, intikinizi qutarandan sonra belə soruşsanız, əli sən mənə qulaq asırdın, hə, nə dedim? Unusun, bilmirəm. Yadımdan çıxdı. Çünki niyə qulaq asmırdı o sırada? Yerində otura bilmir. Yəni, eyni şəkildə DHB-li bir uşağımız var, təsəvvür edin, danışırıq. Bizə qulaq asır, qulaq asmır əslində, amma göz kontaktı var. Aha, belə oturacaq, belə duracaq, gah qalxacaq, gah ayağı üstə oturacaq, gah nə bilim, çömbələ oturmağa çalışacaq. Dayanmır qısacası yerində, belə deyim. Daha sonra diqqətini bir araya toplamaqda və gözləməkdə çətinlik çəkir. Yəni, eyni nümunə ilə canlandıraq gözümüzdə daha aydın olması üçün sizə, yəni, daha bir saniyə. Məsəl üçün, idman dərsinə təsəvvür edin bir uşağı, həmən sırada idman müəllimi komanda verib ki, tapşırıq verir, uşaqlar hamı sıraya düzülsün. 11 uşaq var, 14-də hamısı sıraya düzülür, düz formada dayanıb və yaxud da fərqli komandalar verməyə çalışır, amma yeganə əlidir ki, yerində dayana bilmir. Əli düz dayanmır. Sıra bacarığı deyə formalaşması lazımdır həmən uşaqlarda, amma sıra gözləmir. Uşaqlar sıraya düzülür. Yəni, eyni formada 15 uşaqdan 14-də sırada da, əli sırada yoxdur, əli başqa yerdədir. Çünki əli diqqət eləmirdi, əli müəllimin dediyinə diqqət eləmirdi ki, uşaqlar sıraya düzülməlisiniz. Rutin, ondan sonra disiplin, mütləq formada həmən uşaqlarda inkişaf elətdirilməsi lazımdır. İndirəliyən zamanlara təbii ki, hansı üsullarla və yaxud da vasitələrlə inkişaf elətdiriləcək, onu danışacağım artıq. Daha sonra unutqan olurlar.
Təsəvvür edin, yenə də eyni formada. Deyək, belə bir uşağımız var. Deyək, belə bir uşağımızı səhər məktəbə göndərdik. Deyək, 1-2-3-cü sinifdə oxuyur, fərq eləmir artıq hansındasa. Məsəl üçün deyək, uşağı yola salmışıq, yenə əlin üzərindən gedirik artıq eyni formada, çünki bundan başlamışıq. Çantasına 5 dəftər, 3 kitab, nə bilim 6 qələm, 5 karandaş, pozan, obu və s. göndərmişik. Bu qədər sayla. Axşam əli evə gəlib, 4 kitabdan ikisi qalıb, 6 dəftərdən biri qalıb, nə bilim 5 karandaşdan biri qalıb. Soruşuruq hardadır? Bilmirəm, unutmuşam. Çünki niyə o sırada əşyalarını fərqli yerlərdə qoyurlar və təbii ki, buna diqqət eləmirlər. Əşya mənim idi, məndən düşdümü, hər hansı bir düşən vasitə obyekt. Buna diqqət eləmirlər. Qısacası unutqun olurlar həddən artıq və qoyub gəldiyi yeri belə xatırlamırlar, qeyd elədiyim kimi. Və bu zaman valideynlərin nəzərdən qaçırdığı əsas nüanslardan biri nədir? Məsəl üçün, ən başda da qeyd elədiyim kimi, valideynlərin əksər bir qismi aktiv uşağı DHB olaraq dəyərləndirilir. Amma buraxdığımız yanlış da elə buradadır. Və nə etməliyik bu zaman? Məsəl üçün, uşağımız həddən artıq aktivdir, amma DHB deyil. Okey, aparmışıq buna bağlı mütəxəssis yardım almamız üçün, çünki biz narahatlıq valideyn olaraq, duyarlı valideynik, çünki qorxuruq ki, birdən uşağımda aktivlik var. Mən bunu DHB olaraq dəyərləndirirəm. Bilirsə mütəxəssis nə deyəcək? Okey, apardıq, mütəxəssis bizə bildirir ki, DHB deyil, aktivdir sadəcə olaraq, onun enerjisi çoxdur, həddən artıq çoxdur, lazım olduğundan çoxdur yəni, amma siz onun enerjisini bastırmamalısınız heç bir halda və həmən övladının enerjisini məsəl üçün hara tökə bilər, məsəl üçün içini bastırmamağım üçün nə edə bilərəm? Məsəl üçün fərqli yollardan istifadə edə bilərsiniz. Nümunə üçün futboldan istifadə edə bilərik, voleybol, basketbol və yaxud da ki, üzgüçülüklə məşğul ola bilər həmən övladımız. Valideynlərin aktiv olan bir uşağın etdiyi yanlışlar nədir bu barədə? Aktiv uşağım və mən bu barədə deyək məsələn valideynə və o qədər duyarlı davranmıram. Uşağım aktivdir və neyini bilmirəm, ona davamlı formada hətta qorxu gəlirəm. Bir də sən dəcəllik eləsin evdə, sənə bu cəzanı verəcəm, nə bilim sevdiyin şeyi kəsəcəm və s. bu kimi cəzalardan istifadə edərək övladım nə olur? O enerjisini bastırır, qorxduğu üçün bastırır. Amma bastırmamalıdır. Nə oldu burada? Artıq avtomatik olaraq övladımızın o duyğusunu, lazım olan çox enerjisini içinə bastırmış oldum və ümumiyyətlə hərəkətlər olaraq duyğu baxımından da enerji, daha doğrusu duyğuları ümumiyyətlə bastırılan hər uşaq irəliyən zamanlarda 18, 19, 20, 30, 40 yaşlarda belə öz fikirlərini, duyğularını ifadə etməkdə çətinlik çəkəcək. Niyə görə? Çünki mən 9, 6, 10, nə bilim 6, 7 yaşımda anam tərəfindən mənim enerjimi necə hara sərf edeyim, bu mənə öyrədilməyib. İçimə bastırmışım, həm duyğu olaraq, həm davranış olaraq. Daha sonra sözə baxmayan uşaqlar da əksər vaxtlar valideynlər tərəfindən diqqət problemi olaraq dəyərləndirirlər. Mən danışıram, amma uşağım mənə qulaq asmır. Diqqəti başqa yerdədir. Sözümə baxmır. Mən dediklərimi eləmir. Mənim ondan gözləntilərim çoxdur, amma o bunu eləmək istəmir. Məsələn, burada düşməli olduğumuz nüans nədir? Bəlkə mənim dediyim şey övladıma uyğun deyil. Çünki hər uşağın xarakteristikası fərqlidir. Hər uşaq valideynə oxşamaq məcburiyyətində deyil. Onun xasiyyətini, onun psixikasını daşımaq, ona bənzəmək, yaxud da ki, qısacası ona kopyalamaq məcburiyyətində deyil heç bir halda, bilirsiniz. Və mən valideyn olaraq düşünməli olduğum nüans budur ki, mən bəlkə də dediyim nüanslar, istədiyim şeylər, gözləntilərim bəlkə övladıma uyğun deyil, bəlkə onun istədikləri şey başqadır. Yaxud da ki, deyək, məsələn, mən valideyn olaraq fikrimi doğru formada çatdırmıram. Nə istəyirəmsə onu doğru formada ifadə eləmirəm. Bunun üçün təbii ki, yəni də yardım almamız şərtdir təbii ki. Ekran asılılığı məsələn valideynlər tərəfindən nəzərə alınmır. Hətta məsəl üçün oyuncaqlar daxildir burada bura. Çünki əksər oyuncaqlar var ki, uşaqlarda belə deyim diqqət problemini yaradan nüanslardan biridir. Hətta oyuncağı təsvirini bəlkə görmüş olarsınız özünüzdə, ətrafınızda, evinizdə var. Məsələn, işlədiyim bir uşaq var idi. Valideyni uşağa belə deyim, həddən artıq diqqət problemi var idi. Hətta uşağın deyək 2 yaş yarım ya 2 yaş tamam olmuşdu, səhv eləmirəmsə. Çünki 1-2 il əvvəl işləmişdi həmin uşaqla və evdə tədris verirdim o sırada. Belə deyim, valideynə bildirmişdim ki, uşağın diqqət problemi var, bu nüanslar var və bu hansı nüansları etməlisiniz, bunu da izlənmişdim. Valideyn uşağı yeni bir oyuncaq almışdı. Fırfıra yəqin oyuncağı görmüşsünüz, tapsam göndərirəm qrupa, baxarsınız oradan. Məsələn, fırfıra nədir? Altdan düyməsi var, basırsınız və çox sürətli fırlanır. Pərləri var, o da çox sürətli fırlanır. Fırlanmaqdan da ziyadə, bunu da qoyuram qırağa. Musiqisi, bir düyməsi var, musiqisi də var və bu eyni şəkildə bu musiqi də çox sürətlidir, deyildi. Orada oxunan musiqinin özü belə, sözləri belə anlamaq olmur, o dərəcə sürətlidir. Və bunu da qoyuram yenə qırağa, 3-cü paralelsiz ən pis nüans nədir? Çoxlu işıqlar var, 6-7 dənə eyni, yəni yaşıl, qırmızı və bunların hamısı sürətlə fırlanır, üçlü formada və uşaq 2 dəfə görmüşdü o oyuncağı və belə
qalmışdı qısacası. Yəni deməyim nədir? Həddən artıq ekran sürəsinin olması, ekran sürəsindən də əlavə bu cür fırlanan, sürətli formada danışan, səs çıxardan oyuncaqlar belə uşaqlara diqqət problemi yaranır. Yəni qısacası istifadə etdiyimiz oyun zamanı, fəaliyyət zamanı oyuncaqlara belə mütləq formada diqqət etməmiz lazımdır. O belə uşağın inkişafına geriyə sala bilər. Əgər neqativ bir şəkildədirsə, formadadırsa. Daha sonra uşaqlar başqa uşaqlarla müqayisə olunur. Mən heç bir halda deyə belə bir uşağıma, və ya ki diqqət problemi olan bir uşağıma heç bir halda qonşunun, nə bilim, Pakizənin oğlu Hüseyin bu belə eləyir, sakitdir, mamasının sözünə baxır, səsini çıxartmır, maması otur desə oturur, dur desə durur, yat desə yatır, nə bilim, onu desə eləyir, nə desə eləyir. Amma sən mənim sözümə baxmırsan, sən pis uşaqsan. Deyə bilmərəm. Dediyim halda fəsadların olacaq. Deməli, mama məni sevmir. Mamanın dəyər verdiyi, sevdiyi sadəcə başqa insanlardır, yad insanlardır. Burada artıq avtomatik olaraq hansı mesaj ötürdü uşağa? Sən dəyərsizsən, sən lazımsızsan, sən etdiyin bütün davranışlar pisdir, amma başqaları səndən yaxşıdır, səndən üstündürlər. Burada artıq uşağa aşıladığımız hissə nə olur? Daha doğrusu uşaqda yaranan hansı duyğular yaranır? Özgüvənsizlik, öz dəyərin aşağı düşməsi, mən pisəm, mən bacarıqsızam yəqin ki, mama mənə bunlar dedi. Yəni avtomatik olaraq bunların hamısını düşünür. İrəliyən zamanlarda belə əksər valideynlər elə düşünür ki, mən bu neqativ cümləni dedimsə və ən azından başa düşür ki, bu neqativ cümlədir. Dedimsə, nəysə də uşaqda, yəni 5-6 yaşına deyək, 10 ildən sonra yaddan çıxacaq, nə olacaq ki, bizə də valideynlərimiz pis deyib məsələ üçün bu düşüncə ilə. Amma əmin olun ki, yəni 4-5 yaşında deyilən bir cümlə belə uşaqlar həmən o cümləni ömür sonuna belə, ömürlərinin sonuna qədər belə daşıyırlar və həmən o sadəcə olsun da 15 il sonra keçər, unuda gedər uşaqdır onsuz da. Dediyimiz cümlə belə həmən uşaqların şəxsiyyətlərinin, həyatlarına belə ciddi formada təsir etmiş olur. Yəni adicə mən səni sevmirəm, səni qoyub gedəcəm. Başqa mama gələcəsinə baxacaq, pis mama olacaq. Məsəl üçün mən səndən daha yaxşı, daha ağıllı olan bir uşaq tapacağam, özümün maması olacağam. Dediyimiz cümlə belə bir ömür boyu uşağın mama məni birdən hər an qoyub gedər artıq kimi düşüncəli yaşamasına səbəb olmuş olur. Qısacası istifadə etdiyimiz cümlələr belə onların həyatlarına nə qədər təsir edir. Yəni necə aradan qaldıra bilərik? Əsas məsələ indi isə bulardır və valideynlər əksər vaxtlarda, məsəl üçün deyək, DHB-ni bildi, okey, diqqət probleminin olduğunu bildi, bunu anladıq. Amma necə aradan qaldıra bilərik? Bunu anlamadılar. Öncəliklə, məsələn, DHB-li bir uşağımız varsa, mütləq formada onun inkişafı üçün strukturlaşdırılmış bir rutin lazımdır. Belə deyim, bundan əlavə həmən uşaqlarda mütləq formada disiplin formalaşdırılması lazımdır, gözləmə bacarığı, diqqət mütləq formada formalaşdırılması lazımdır, inkişaf lazımdır. Bunun üçün bir rutin qurulur. Niyə görə? Çünki səhər tezdən uyanıb belə uşağım var, məktəbə getməlidir, bilmir nə etsin, diqqət dağılır, çantasını yığmaq istəyir, yarısını yığır, yarısı yerə paltarını geyinir, düymənin birini altdan birini üstdən bağlayıb, çünki niyə ora fokuslanmır, dərhal mən bunu tez bağlı gedib məktəbə çatmalıyam, dostlarımla oynamalıyam deyə düşünməyə çalışır. Amma həmən o quracağımız və ya da qurduğumuz rutin cədvəli vasitəsilə səhər artıq yuxudan qalxıb yerini yığmağı bacarır. Ondan sonra dişlərini fırçalamaq, ondan sonra artıq mən nə edəcəm, məktəbə çatdığım zaman nə edəcəm, bu əşyalar mənə aiddir, mən bunu artıq bu məsuliyyətini mən daşıyıram. İşlərimi yaxud dərslərimi bitirdikdən sonra səliqəli formada yığıb evə aparmalıyım. Bunların hamısını qısacası öyrənir. Amma təbii ki, öyrənir deyirəmsə, bunu 2-3 dəfəyə tez zamanda öyrənmir. Mütləq formada burada zaman lazımdır, valideyn isə bilir, mütəxəssisin yaxşı səviyyədə işləməsi vacibdir. Daha sonra qısa və aydın tapşırıqlar. Daha doğrusu təlimin ortalarında yadınızdasa 2 nümunə göstərdi. Yerində otura bilməyən DHB-li bir uşaqla aid, yəni hansı ki, valideyn danışır uzun, amma əli orada onu dinləmirdi, əli dayanmır deyir. Deməli, qaldığımız yer DHB-nin ümumiyyətlə diqqət problemi varsa da, yaxud da ki, DHB, ən əsas DHB üzərindən gedirik burada, çünki əsas mövzumuz budur. Necə aradan qaldıra bilərik demişdik. Qısa və aydın tapşırıqlar dedik. Məsələn, heç bir halda, ən başda dediyim kimi, daha doğrusu təlimin ortalarında da DHB olan bir uşağıma mən heç bir halda uzun cümlələr qura bilmərəm. Çünki o sırada mən onu dinləməyəcək. Və mütləq şəkildə, əgər bir fikrini çatdırmaq istəyirəmsə övladıma, DHB-li bir uşağıma bunu vurğulayaraq deyim, yəni nəzərinizdən qaçmasın. Davranışında hər hansı bir yanlış nüansı varsa, danışığında, yaxud da ki, istifadə etdiyi cümlələrdə bunu ona çatdıra bilməm üçün mütləq şəkildə qarşımdakı övladın DHB olduğunu nəzərə almam və cümlələrdə ona əsasən qurmam lazımdır. Fikrimi ona uyğun çatdırmam lazımdır. Yəni, fiziki aktivlik mütləq formada olmalıdır. Yəni, ən başda da qeyd elədiyim kimi heç
bir halda onun duyğularını, hisslərini bastırmamız lazımdır. Və məsəl üçün araşdırıb və düşünə bilərik. Hətta bundan bağlı ortada nüanslar bildirdim ki, məsəl üçün əgər aktivdirsə övladım və məsələn valideyn olaraq düşünürəm, mən övladımın aktivliyini belə deyim daxilinə bastırmadan hansı yerlərdə, hansı sahələrə istifadə edə bilərəm. Məsələn, 3 dənə nümunə qeyd eləmişdim. Basketboldur, futboldur, voleybol oyunlarına məsəl üçün istifadə edə bilər və yaxud da ki, deyək, məsələn, üzgüçülüklə məşğul olaraq o enerjisini belə deyim, onun həm inkişafı fiziki olaraq, psixolojik olaraq inkişafı üçün də müsbət təsir edən sahələrdir məsəl üçün. Onlar da istifadə edə bilər. Nəinki mən övladıma məsələn davamlı şəkildə sən sus, sən otur, çox aktivsən, çox hərəkətlisən, bu məni yordu, bu məni bezdirdi kimi deməklə, yəni. Ekran vaxtının mütləq formada azaldılması lazımdır. Bu həmin uşaqların diqqət problemi yaranması və əlavə olaraq diqqət problemindən də əlavə enerjilərin həddən artıq artmasına səbəb ola biləcək. Niyə görə? Mən övladımın qabağına qoymuşam, övladım Roblox-da oynayır ki, və yaxud da ki, hansı oyunu da GTA deyək. Məsəl üçün, oğlanlar istifadə edir, o alma gəldi onu dedim çünki. Və yaxud da fərqli. Qısacası ekrandan istifadə edilirsə həmən uşağın qarşısında, amma övladım enerjisini fərqli yönlərdə istifadə etmir. Nə olur? Baxır, hətta bu cür yerində otura bilmir, bu cür fokusuna bilmir, dayanmır yerində. Çünki niyə enerjisini dağıtmır, diqqət ora fokuslanır. Ondan sonra ekranda əlinin altında bəsdə çox baxdım, ekran sürəm bu gün çox oldu, nə bilim, telefon mənə lazımdır deyə anidən tap deyə aldığında əlimizdən artıq bir isterika yaranır, evdə bir kriz yaranır, agresiya yaranır, bizə qarşı vadımız artıq agresiya hiss edir. Mama mənim əlimdən telefonu səs şəkildə aldı, çünki mən ona baxırdım. Mənim burada duyğum yarımçıq bölündü. Bu proses belə uşağın duyğusunun yarımçıq şəkildə bölünməsi deməkdir. Ən başda təbii ki, bunu vermirik. Və yaxud da ki, valideynlər hətta soruşur ki, məsələn, mən nə edə bilərəm? Evladımın nümunə içində ekran deyirsiz azald, ekran sürəsinin azaldılması üçün başqa nə edə bilərəm? Məsəl üçün, fərqli aktivitelər, oyunlar var. Evdə məsəl üçün istifadə edə biləcəyiniz. Məsələn, ekran əvəzinə əgər məsəl üçün kəsəndə saatları qeyd edə bilərsiniz və yaxud da ki, ev daxilində boyalardan istifadə edirik, hər hansı bir adi, nə bilim, Instagramda belə eləmiş görmüsünüz, Pinterestdən istifadə edə bilərək həmən övladın məsəl üçün təbii ki, psixik inkişafını və mütləq formada fiziki inkişafını və hal-hazırki durumu nədir, onu mütləq formada nəzərə alaraqdan həmin o proqramı özüm üçün qura bilərəm. Məsəl üçün, elə valideynlər var ki, mən bunu başa düşürəm, eləyə bilmirlərsə, özü və yaxud da ki, hardan tapıram, hardan araşdırım deyə bilmirlərsə, bir mütəxəssis yardımı da almanız, yəni rahat formada sizə məncə müsbət təsir edə bilər. Həm özünüzün inkişafına valideyn olaraq, həm də ki, mən övladımla maraqlı vaxt keçirdirəm, övladımın inkişafına müsbət təsir edir, fiziki və yaxud da psixoloji olaraq, həmçində övladımla aramda olan valideyn-övlad münasibətlərini inkişaf elətdirir və bağımız daha da yaxşı inkişaf eləmiş olur. Və müsbət yönləndirmə etməmiz lazımdır. Yəni, bu nə ilə əlaqədardır? Daha doğrusu, nə ilə yönləşdirə bilərik bunu? Məsəl üçün, mən övladımdan görürəm çox enerjilidir. Bu enerjisini hansı yönlərdə istifadə edə bilər? Bu müsbət yönləndirmədə artıq bu sahələrdə məsələn istifadə edə bilərəm. Bir də var, valideynlərdən əlavə psixoloqların uşaqlarla hansı psixoloqlar, daha doğrusu uşaqlarla hansı iş aparır bu zaman mütləq formada fərdi yanaşma lazımdır. Məsəl üçün, heç bir bu ünsiyyət problemi deyil ki, bunu məsəl üçün qrup terapiyası vasitəsilə həyata keçirir və nəticədə yaxşı olsun. Diqqət problemi sırf bir uşağa özəl davranış olduğu üçün, məsəl üçün, Əlidirsə Əliyə uyğun bir proqram hazırlayacağam, Hüseyndirsə Hüseynə uyğun bir proqram hazırlayacağam, nə bilim, Tərlanırsa Tərlanə uyğun bir proqram hazırlayacağam. Sırf bu fərdi yanaşma vasitəsilə həyata keçirilir ki, nəticədə bir o qədər daha yaxşı olmuş olsun. Daha sonra diqqət inkişaf elətdirici məşğələlər var. Bu da yenə eyni şəkildə aktiv və pasiv olmalı iki qrupa bölünür. Aktiv olaraq, daha doğrusu pasiv olaraq nə üçün istifadə edirik? Övladımın diqqət inkişafı və daha doğrusu uşağın həmən sırada mən mütəxəssis olaraq baxmağa çalışıram ki, nümunə üçün bu seansımızda, bu dərsimizdə, bu gün 45 dəqiqə dərsimizdə bu gün həmən uşağın, məsələn, əlinin yenə diqqət sürəsi yaşına uyğun deyə 6 yaş var, bu gün deyə 5 dəqiqə oldu. Növbəti və bunu artırmalıyım. 10 dəqiqə, 15 dəqiqə bu cür mütləq formada məşğələlər vasitəsilə həyata keçirilir bu inkişaf. Davranış terapiyası və ailə ilə iş. Ümumiyyətlə, hər hansı bir psixoloji seans zamanı bir uşaqla işləyirsə, həmən o psixoloji seansın uşaq üzərində daha effektiv olması üçün biz mütəxəssis olaraq mütləq formada valideyn iş aparırıq. Çünki nə üçün, məsələn, təsəvvür edib bir uşaq həftənin deyək 2 günə, məsəl üçün, mənim yanıma gəlir, olur mənim yanımda 1 saat deyək, məsələn, 45 dəqiqə. 45 dəqiqə davamlı şəkildə ara vermədən mən deyək bu uşaqla məsələn işləyirəmsə, digər o belə deyək 23 saatı valideyninə bir yerdə olur həmən uşaq və mütləq formada biz ev tapşırığı veririk valideyninə. Məsəl üçün, mən elə edirəm. Nəticənin daha yaxşı olması üçün və ən başında qeyd elədiyim kimi valideynlərin əksər bir hissəsi normal olaraq %100 hər şeyi bilmirlər. Məsələn, uşağa yanaşma şəkli, düzgün ünsiyyət qurma, necə eləyim ki, mən övladımı incitməyim, amma aradakı bağı da qopartmayım.
amma həmin övladımın davranışında, danışıq şəklində o neqativi, o hansı nüansı ki yanlışdır, mən onu düzəldim rahat formada. Burada artıq kömək alırıq mütəxəssisdən və 45 dəqiqə ərzində seans, daha doğrusu dərsdən sonra yəni valideynə geri dönüş edirik. Bu oyunlara elədiyi övladınızın bu gün diqqət sürəsi bu qədər idi. Növbəti və bunu planlayırıq və sərbəlaxır. Amma sizə tapşırıq verəcəyik. Çünki siz özünüzdə mütləq formada, müsbət formada yanaşmalı, yönləndirmələr etməli, daha yaxşı səviyyə çatdırmamız lazımdır. Hətta çox təəssüf ki, istər valideynlər necə olur, psixoloqun işini qəbul etmir, övladını gətirir, amma mən evdə o qədər işim var ki, valideyn olaraq deyirlər. Mən bilmirəm necə məşğul olum. Və yaxud da ki, siz məşğul olursunuz da, qoyda pul verin. Yəni necə olacaq ki, nəticə olmayacaq onsuz da deyə fikir bildirirlər. Amma mən burada övladımla, məsəl üçün, valideyn övladı ilə məşğul oldum. Diqqətinin və yaxud da ki, diqqət olmasının hər hansı bir başqa bir problem olsun. Məsələn, inkişaf ilə bağlı olaraq bunun üzərində işləyirəm 45 dəqiqə ərzində, amma nə edirsən, evə aparır valideyn, yəni eyni formada əvvəl necə idi, köhnəməm, köhnə tas misalı, yəni qabağına qoyur uşağın ekranı, saatlarla 6 saat, 10 saat ara vermədən bəzinə verərək, o da təbii ki, uşağın təbii ehtiyacları varsa duracaq, tualet ehtiyacı və yaxud da yemək ehtiyacı varsa bunu ödəyəcək, onun üçün qalxır ayağa, yoxsa əsla yadına düşməz, mən yemək yeməliyim və yaxud da ki, başqa bir iş görməliyəm. Baxır, amma nə oldu burada? Seansın dərsi nəticəsi oldu mu? Olmadı. Olsa belə çox az cüzü qədər və valideyn artıq irəliyən zamanlarda isə nəticə tələb edir. Qısacası, uşaqlıq zamanı nəticənin daha yaxşı səviyyəyə çatdırılması üçün mütləq formada valideyn və mütəxəssis arasında mütləq formada kommunikasiya vacib şərtdir, yəni. Daha sonrasında isə bir saniyə ekranım açılsın. Məsəl üçün, DHB olan uşaqlar, bunu deyim, darıxdığı üçün deyil, beynin daxil olaraq, yəni stimula ehtiyac duyduğu üçün hərəkətlidir. Çünki, məsəl üçün, dopamin var, uşaqlarda bilirsiniz, kimə vasitədir beyində olan, beyin daxilində olan və həmən uşaqlarında beyinləri dopamini çox az istifadə edirlər. O baxımdan da ətrafda olan çox sakit bir mühit olmuş olsa belə, həmən uşaqların diqqətləri yayınıq olur. Dağılır, yəni ətrafa, hara baxacaqlarını bilmirlər. Amma istisna uşaqları necə olur? Həmən diqqət problemi olan uşaqlarda, əgər hər hansı bir daxilində olduğu oyun və yaxud da ki, fəaliyyət həmən uşağın diqqətini çox əla səviyyədə cəlb eləyirsə, belə ona maraqlı gəldirsə, ona qoşulacaq, axıra qədər də oynayacaq. Bu isə hiperfokus adlanır, məsələn, və bu hiperfokusda, bunu deyim ki, hər uşaqda olmur, məsələn, istisna uşaqlarda və bu uşaqda hiperfokus ya, bildiğim, aşağı dərəcəli diqqət problemidirmi? Bunu artıq, təbii ki, psixoloq ilk işdən sonra dəyərləndirmə edir. Daha sonrasında isə valideynlərin və yaxud da ki, valideyn olmasına əksər ətrafdakı insanların belə düşündüyü nüans nədir? Düşünürlər ki, məsələn, diqqət zəka problemidir, zəka ilə bağlıdır və yaxud da ki, uşaqda DHB-dir, uşaq ümumiyyətlə DHB-dirsə, deməli, bunun zəkasında problem var. Düşünə bilmir, anlaya bilmir, qavraya bilmir, təxəyyül, təsvir bacarığı sıfırdır, dinləmir. Amma bunun düşmələrin əsas səbəbi nədir? Həmən uşaqlarda, məsələn, disiplin tam oluşturulmadığı, inkişaf etdirilmədiyi üçün, sıra gözləmə, məsəl üçün, bacarığı tam formalaşmadığı üçün və yaxud da ki, formalaşdırılmadığı üçün əksər insanlar bəli, bu cür düşünə bilirlər. Amma doğru olan nədir? Məsəl üçün, DHB olan uşaqlar çox yaradıcı olurlar. Bir işi başladığımı, məsəl üçün, əksər DHB deyirəm burada, təbii ki, bir işi, məsəl üçün, eləyəcəklərsə çox əla səviyyədə eləyəcəklər və sürətli düşünürlər, çox fərqli bacarıq və keyfiyyətləri həmçinin də düşüncə şəkillərinə və ideyalara sahib olan uşaqlardır. Bu uşaqlarda əsas qazandırmalı olduğumuz nüans nədir? Sistemə uyğunlaşmaqda həmən uşaqlar ciddi formada çətinlik çəkirlər və sistemə uyğunlaşmaları üçün də mütləq formada həmən uşaqlarda disiplin oluşturulmalı, inkişaf etdirilməli və rutin cədvəli yaradılmalıdır həmən uşaqlarda. Ən başda qeyd elədiyim kimi, nə üçün inkişaf elətdirilir bu? Mən DHB-li bir uşaq olaraq səhər qalxdığımda ardıcılığı bilməm üçün yerimi yığdım, paltarımı geyindim, nə bilim dişlərimi fırçaladım, yeməyimi yedim, çantamı yığdım, getdim məktəbə, orada nə etməliyəm, axşam gəldim nə etməliyəm. Qısacası bu ardıcılığı bildikdən sonra DHB-li uşaqla işləməkdə bir o qədər də sadə olmuş olur. Yəni də sadə olur dediyim kimi də o deməkdir 2-3 dəfə olacaq. Yenə qeyd elədiyim kimi mütləq formada burada mütəxəssisin doğru yanaşma şəkli, uşaqla düzgün işləmə və ən əsası da bunlardan əlavə valideyn özünün duyarlı və ən əsası da biraz daha səbri lazımdır. Çünki əksər valideynlər var ki, uşağı seansa ya da belə deyək dərsə gətirdikləri zaman 3-5 dərsə nəticə gözləyirlər. Diqqət problemi varsa, DHB-li bir uşaqdırsa, onun davranışı və yaxud da ki, deyək paralel olaraq da diqqətin inkişaf elətdirilməlidirsə, mən 3-5 nəticəyə seans istəyirəm.
Və valideynlərə burada bildirmək istədiyimiz əsas nüans nədir? Mütəxəssis olaraq bir proqram tətbiq olunursa uşağa, hər birində eyni nəticəni eyni zaman daxili nəticə verməyəcək. Nümunə üçün diqqətlə bağlı bir proqram işləyirəm. Məsələn, və görürəm ki, bu 3 uşağa da uyğundur fərqli uşaqlara. Bu uşağı tətbiq elədim. Bunda nəticə deyək 2 ay alındığı halda, müəyyən nəticə olduğu halda, digər uşaqda biraz daha gec olmuş olacaq. Təbii ki, bu da fərqli səbəblərdən ola bilər. Verilən tapşırıqların valideyn tərəfindən həyata keçirilməməsi, etinasızlığın aşılması, diqqətsizliyin aşılması və yaxud da ki, deyək, nümunə üçün həmən tapşırığın proqramı, yəni uşağa uyğun olunması, biz görürük uyğun deyil və bunu eynilik avtomatik olaraq dəyişmiş olur. Qısacası belə, bir dəqiqə. Düşünürəm slaydımız bitdimi? Bir saniyə. Bitdi, bəli. Qısacası belə deyim, ümid edirəm ki, 1 saat ərzində, 1 saat yaxın daha doğrusu müddət ərzində hər birinizə buradan həm müsbət enerji ötürə, həm də ki, müəyyən qədər maarifləndirə bildim sizi. Təlimlə bağlı suallarınız varsa rahat formada verə bilərsiniz. Slayd kimə maraqlı olsa, məncə bilməm, Səbinə xanım okey verərmi göndərməyimizə, yoxsa yox. Əgər okey olsa, düşünürəm, göndərə bilərik deyə düşünürəm. Ən azından unutduğunuz hissələr varsa, slayd daxilinə baxıb, oradan xatırlaya bilərsiniz həm uşaqlarla oyun olaraq, fəaliyyət olaraq və yaxud da ki, davranış şəkillərini, cinsiyyəti saxlaya bilərik. Məsələn, deyək, diqqət probleminin əlamətləri hansıları deyə, DHB-nin əlamətləri hansıları deyə, oradan baxıb rahat formada istifadə edə bilərsiniz. Və hər birinizə çox-çox minnətdarlığımı bildirirəm. Şənbə günü istirahət günüdür zaten. Bu ən azından bu istirahət günündə qoşulduğunuz dəyərli vaxtınızı sərf edib mənə dinlədiyiniz üçün hər birinizə çox minnətdaram. Gecəniz xeyrə qalsın və bir daha dediyim kimi suallar varsa burada ala bilərəm sualları da. Saniyə, buradan sual cavablayayım. Bir dəqiqə. Mədinə xanım yazıb, DB uşaqlar üçün bir seanslıq nümunə üçün plan deyə bilərsinizmi? Bu planı artıq, məsəl üçün, belə bir nüans deyim sizə, planı baxır nə zaman hazırlayırıq. Məsələn, ilkin seansda biz öncə dəyərləndiririk uşağı 45 dəqiqə ərzində və yaxud da ki, 45 dəqiqənin hamısını 1 saat, daha doğrusu həmən müddət ərzində biz bilmirik uşaq qalacaqmı yoxsa, bu sınaq dərsi deyə hesab olunur. Biz öncə uşağı müşahidə eləməyə çalışırıq, valideyn, okey, biz bildik ki, DHB-dir bu uşaq, məsəl üçün, daha doğrusu, belə deyim, bir dəqiqə. Diaqnoz qoyuldu və bizim yanımıza göndərildi deyək məsələ və biz artıq bunun üzərində işləməyə çalışırıq və burada paralel olaraq getməmiz lazımdır. Öncə diqqətin, daha sonra isə davranışın üzərində işləməmiz lazımdır və əksər mütəxəssislər nə edir yanlışı? Öncə davranışın, sonra diqqətin üzərində işləyilir. Amma edilən yanlış nüans nədir? Diqqəti olmayan bir uşağın davranışı heç bir halda mən düzəldə bilmərəm. Mən heç bir halda uşağı bu lekonu düzəltməyə öyrədə bilmirəm. Yəni bura diqqət verməlidir normal olaraq və heç bir halda mən onun davranışlarında heç bir halda müdaxilə edə bilmərəm. Öncə diqqət, daha sonra isə davranış düzəldilməsi lazımdır və bunda paralel olaraq işləyirik təbii ki. Və diqqətlə bağlı 45 dəqiqə ərzində həm aktiv, həm pasiv olaraq işləyirik. Deyək ki, 6 yaşında bir uşaq ya da 7 deyək, məsələn, fərq eləmir və diqqətin üzərində işləyirəmsə əgər, bu aktiv yaxud da ki, pasiv olaraq istifadə edirəm mən 45 dəqiqə ərzində. Çünki 45 dəqiqə ərzində mən uşağı ancaq masa arxasında oturdum, ona nə isə yazdıra, rənglətdirə, nə bilim, lego düzürə bilmərəm. Çünki bu pasiv olacaq. Həm pasiv, həm aktiv, həm pasiv, həm aktiv. Belə deyim, pasiv, aktiv. Çünki davamlı şəkildə 45 dəqiqənin hamısını aktivə sərf edə bilmərəm. Bu artıq uşaqda diqqətimi, qısacası diqqəti inkişaf etdirməyə fokuslamadan və effektiv olmayacaq. Həm pasiv olaraq istifadə edirəm ki, o fokuslama bacarığı qazansın, həm aktiv olaraq istifadə edirəm ki, bu onu həm davranışlı müsbət formada təsir edə bilsin, həm də davamlı pasiv. Bu onu artıq bir yerdən sonra monotonlaşacaq, artıq sıxıcı gəlməyə başlayacaq. Qısacası bundan da artıq, belə deyim, siz mənə dediniz plan verin deyə, bu hər mütəxəssisə görə fərqli olur da. Elə, məsəl üçün,
belə bir nüans deyim də, diqqət inkişafla bağlı zaten fərqli mindən çox adı deyim, proqramlar var, aktivitelər var. Bunlardan istifadə edirik. Lego qurmağa aiddir bura, şəkillər var. Burada nəyisə eyniləşdirmə, qruplaşdırma, uyğunlaşdırma oyunları var. Təbii ki, bunu məsəl üçün buradan deyilmir də. Bu məsəl üçün əgər maraqlı olsa fərdi formada yazarsınız, oradan deyim. Çünki etik sayılmır. Belə düşünürəm ki, mütəxəssisin istifadə etdiyi proqramı hər kəslə bölüşməsi belə olur, yəni. Təlim haqqında suallarınız yoxdursa, əgər təlimi sonlandıraq. Ləman xanım, buradasınız? Yəqin ki, heç kimin sualı yoxdur, təlimi sonlandıra bilərik. Maarifləndirici təlim üçün Ləman xanımı təşəkkür edirəm. Qoşulan hər bir kəsə təşəkkürümü bildirirəm. Minnətdaram. Gecəniz xeyrə qalsın. Sağ olun.